Tarixdə üç şəxs olub ki, onlar gizli şəkildə dünyaya gəliblər. Onların dünyaya gəlməsindən çox insanlar xəbər tutmayıb, məxsusən dövrün müstəqbirləri, zalimları, şahları. Bunlardan biri Həzrət İbrahim əleyhissalam idi. Tarixdə ikinci şəxs Həzrəti Musa əleyhissalamdır. Gizli şəkildə anası onu dünyaya gətirdi. Bu üç şəxsiyyətin üçüncüsü Həzrət Sahibəl əsr və zaman Əcəlallahu fərəcəhu şərifdir. O da gizli şəkildə dünyaya gəlib. Hər üçü zülmdən gizlənərək, zalimdən gizlənərək dünyaya gəlib. Yer üzü büsbütün zülmdən dolduqda mənim əhl-beytimdən bir kişi zuhur edəcək, qiyam edəcək. Necə ki zülmdən dolmuşdur yer üzəri, eləcə də haqla dolduracaq. تا چند نمک پاشی